Hamıya salamlar dəyərli izləyicilər. Bu günlər yenə gizgizə videolar 2-yə xoş gəlibsiz. Həmişə olduğu kimi, yəni belə baxıram qaqaşın şəklinə. Azərbaycanda harda gic varsa bu günlər onları izləyəcəyik. Bilirsiniz ki, yəni ən Dəlisov kanalı yəni bizim kanaldır. Yəni burada nə varsa odur. Yəni artıq heç bir şey yoxdur. Bunlar Nəysə, çox uzatmadan keçək videomuza. Əgər belə videoların davamını istəyirsinizsə like eləyirsiniz və kanalımıza abunə olmağı unutmursunuz. Nə bilim, bilmirəm də və gəlin uzatmadan keçək videoya. Deməli, indi fikir verdim dostlar. Sən demə bu keçəndə belə oje dəyərləndirib afisantımızın dalını. Bir dənə fikir verin, yəni indi gördüm. Nəysə, gəlin başlayaq. Canın yanmasın sən. Ay bu bax, ay belə çox şirindir göt vərən. Bunun dalına zadlamasan. Uy da bir şeyimizə partladı. Lagin Kazım ola belə. Nə gün dəstəla siz. Amma paltarı qəşəngdir də üzerimizdə. Sana bir dənə baxışdan. Ay ay ay. Ya bunu sadəcə. Bala şey də 100% elə fikirləşənlər var, video baxırlar belə qaqaşlar xoşlarına gəlir. Çox qarnına var, gözünüz qəşəng ya. Ay səni. Çox qəşəng. Soğum bizim yaşayışımızı sənə. Bunu kim çağırır ümumiyyətlə bura? Allah qına maraqlıdır. Yanıma çağıran var həqiqətən də. Yenə deyirəm, Allah bazarını artıq eləsin yəni də. Yəni heç kimin çörəyində falan yəni işim yoxdur. Onsuz da bilinir ki, yəni bu göt günündə. Necə də kommentlər oxuyaq səncə. Deməli, videoya baxıb yazmaq söz tapa bilməyənlər sizə salam olsun. 92 nəfərdir də yəni bilin. Çoxu dəstəkləyir 100%. Buna tualetdə baxanlar da var yəqin bu videoya. Bunu qaqaşın. Deməli, bunu kim qaq elədi? Ay Allah, kişi kimi kişiləri qoru. Bir də görürsüz xanım yazıbdı. Rabitə banka xoş gəlmisiniz. Utandım yazanda. Nəsə zor yazdım xanım kimi buna yazıb ağzına olub az. Abi həqiqətən belə çox qancıq qaqaş oxşur. Nəysə. Nə deyim qaqaş? Gəlin bunu dəyərləndirək belə. Yəni məndən bilmək istəyirsiniz, amma bunu dəyərləndirə bilərəm yəni konkret. Mənim fikrimi istəyirsiz söylərəm. Mənim fikrim də açıq yəni. Gəlin bu duruşuna, baxışına baxaq. Bax hərəkətlər, zətlər. Mən buna nə deyə bilərəm yəni? Yəni buna nə pis deyim, yəni bu fınışdır da, sırası bilinir yəni. Diloşdur, diloş. Buna yəni həyatda uğurlar arzulayıram. Yəni bilmirəm nə deyim, pis. Kişi deyirsiniz ki, mən uzun video paylaş, nə bilim tez-tez video paylaş kanalda. Qulaq asın, yəni siz mən dediyimi heç eləmirsiniz yəni. Hər videom 200 min, 300 min baxış vurur. Təsəvvür edin ki, kim keçən səfər 6100 abunə idi, indi isə 8300 abunədir dostlar. Belə deyim sizə, yəni sizdən xahişim odur ki, hərə bir dəfə keçib Kikdə abunə olsa, vallah deyirəm sizə Kikdə daha maraqlıdır. Canlı yayımda sizin kommentlərinizi oxuram, sizə cavab verirəm. Yəni çox maraqlıdır. Roblox oyunlar olacaq, CS:GO falan, nə bilim, PUBG, GTA 6 çıxacaq yaxında. Hamıya oyunlar paylayacağam. Yəni GTA 6-nı hədiyyə edəcəm cəmaata. Yəni 1000 dənə tema hər gün pul uduşları verirəm. Məsələn, dünənləri 800 manat pul paylamışdım izləyicilərə. Sadəcə olaraq bəzilərinizin xəbəri yoxdur deyə, yəni geridə qalırsınız. Keçin dostlar, Kiki yükləyin telefonunuza və ya kompüterinizə, Android, Play Store-dan zətlər bilməm də hardansa yükləyin Kiki platformasını yəni. Və Zevs yazıb abunə olun. Canlı hər gün olacaq. Yəni birazdan canlı yayımdayam. Bu video paylaşıb belə canlıya keçirəm. Yadınızdan çıxmasın. Baxaq görərlər bu videodan sonra 8300-lük abunəmiz görəsən 10.000 olacaq Kikdə yoxsa yox. Növbəti video. Nə suda batmır. Nə suda batmır. Ala gör telekanalda nə göstərirlər. Nə suda bat, pox batmır da la. Pox batmır. Zamanda. Bu nə sualdır la? Bu boyda bilət milyoner oynadı. Bilməm nə oyundur bu sən Allah. Nə suda bat, nə yazdı bu orada? Armaat, nə? Nə yazıb? Armat. Ala bilinmir nə yazdı. Sən soxun belə veriliş amma. Suda batmır. Qaqaş bilmir nə cavab versin özümə. Qaqaş bir ki poxdur yəni. Nə boş butulka batmır. Nə suda batmır nə da? Yox bu boyda siz sualdan belə bunu seçmişsiniz. Nə suda batmır? Pambıq batmır. Nə mala? Çox mənasız deyil. Bu suala cavab da yoxdur. Başa düşdünüz? Pambıq batmır, boş butulka batmır.
Nə bilim, boş qrelka da yəqin batmır. Əsiz c***ı var o. Görürəm, kommentlərə görəsən nə yazırlar. Həqiqi bu sualın cavabı nədir zarafatsız? Sənlə ki, cəmaat nə yazıb? Buz. Buz da əriyir də, yəni məntiqlə batır da buz. Buz. Taxtadır. Qaqaş, boş butulka. Neft. Neft qaqaş. Əriyir gedir. Şar. Şar məsələn. Nəsə gözlə. Ördər nə yazıb? O qədər şey sunda batmır. Hədə mən də elə onu deyirəm. Odda yanmaz, suda batmaz nədir? Pox. 3 hərfdə amma demək olmaz. Balıq gəmi. Qaqaş gəmi məsələn. Amma çox belə mənasız. Bir də qaqaş yazıb. Bilmirəm qaqaş desən, yoxlayıbsan, suya atıb baxıbsan, batır yoxsa batmır. Mənim fikrimcə batar, ağırdır yəni. Yəni bilmirəm, bəlkə səndə yüngüldür. Bura bax, kasıbsansa dünya uşaq gətirmir. Ya həmişə kasıb qal təkür, ya da ki, nəsə elə bilə uşaqlı özüm kimi yaşatma, okey? Kasıb bu dünyaya bəs. Yəni düzdür. Bu nə dəxlisi? Demirəm al, cəmaat bu gəşsənə gəldi, sıçdı söhbətin içinə. Sıçdı videonun içinə. Heç qaqa sən nə deyim? Sən elə bilinə ki, kasıbsan. Elə sən bu videondan görsən, xətrivə dəyməsin. 7-24 üçgen İlyas'ın KB'si. Sizi davet edelim dostlar. İndi cavab eləyəcək, hə? Oy belə bu nə zaman? Bura gəldi, ala tıfırcaq. Ne yazıb, zalimin ağzına gəlib açıldı. Pitinin dadını mən də baxdım. Halı hiss elədim pitin özüm elə. Düzdürə qaqaş. Düz ala komment var. Burada 100% kommentə partlayır. Çünki çoxdur görürəm. 3 güllə dəydi mənə. Oy belə. Mam ağzıma girdi güllə. İyinin nöqtələri düşdü. Sağ ol qaqaş. Piti dadlı idi. Arxadakı şəklə tək mən fikir verdim. Arxadakı şəkil. Ala buna da ala. İndi fikir verdim. Mən də buna da ala belə can tutub. Belə şaravoy. 7-24 üçgen. Növbəti video. Buna demək atıblar. Rafael Fizyev deyil və döyüşür. Məçdə baxırlar bu döyüşə. Başa düşmədim. Və günahı idi. Deyirlər döyüşmək günah. Döyüşsülər belə deyir. Hacı Surxay deyir bu. Əstağfurullah. Mən çatmır, günah deyil ki, məçdə bax, başa düşürəm, əlbəttə, mən özüm idmançı olmuşam, yəni hamı da bilir də. Bilirəm, yəni biz də namaz qılıb döyüşə çıxmışıq falan, hər bir şey bilirəm, dua. Yəni Allah qəbul etsin, yəni burada pis heç bir şey deməyəcəm, əlbəttə ki, yəni mən özüm Allahdan qorxan adamım ümumiyyətlə. Yeri gəlsə lap Hacı Surxay əmidən düzdür istəyirəm. Burası belə bir şey deyim sizə. Yəni bu günah deyil ki, Hacı müəllim, Surxay müəllim deyə də bilmirəm, yəni bilmirəm. Adı Surxaydır da, Surxay əmi. Bu günah deyil yəni. Mən çatmır. Gəlin bir kommentlərə baxaq. Həc nə qədər tutdu? Kommentlərə yaz. Həc nə qədər tutdu nə də la. Xaramdır bu idmanlar. Bilirik də mən də onu deyirəm. Yəni din adamları deyirlər ki, dini insanlar da yəni, işte haramdır, bir-birinə xəsarət yetirmək olmaz. İndi isə oturublar məsciddə döyüş izləyirlər. Söhbət Rafael Fizyevi təbrik eləmək gətirir ürəkdə, fəxrimizdir. Yəni deyirlər ki, Mərsiyə ilə döyüşə çıxdı. Mən baxdım düz amma orasını görməmişəm. Yəni Allah qəbul etsin. Buradan da bütün burada olanları, yəni narahat olmayın, mən pis heç bir şey deməyəcəm. Yəni Allah qəbul etsin. Bilmirəm tənə deyim, yəni bilmirəm, söz tapa bilmirəm həqiqətən də. Amma yəni seçin, duji, yol seçin yəni. Bu günahdır, yoxsa günah deyil. Yəni bu günah olmasaydı dostlar, Zabit Magomed Şaripov məsələn, sonra nə bilim Adlan Amagov, yəni atmazdılar UFC-ni, nə bilim döyüşərdilər, hamısı bir nömrə idi özdə. Yəni mən çatmır. Əgər bir şey ki, molla əgər belə eləyirsə, mən bilmə ki, molladır, yəni mən çox belə məlumatım yoxdur. Bilmirəm yəni. Allah yenə eyni səs. Əsəbləşirəm Allah. Bəsdir, Allah bu intellektlə ki, siz videolar düzəltdiniz. Cəmaət ki, zakaz elə.
Belə Kənanı eşitsən qaqa mən. Sən gül kimi qaqa səsin var. Bütün Azərbaycan bilir ki, qaqa Kənan yəni bomba meyxanasıdır, bomba müğənni deyim. Yoxsa bilmirəm, heç yəni belə anlayışım yoxdur. Amma fakt odur ki, yəni mən bilirəm ki, Kənanın çox yaxşı səsi var. Qaqa məndən ola məsələn, mən açıq hiss edeyim. Kənanın özündən öz səsindən bir mahnı zakaz eləyərəm. Ya da bir meyxana zakaz eləyərəm. Gəlin də kommentlərə baxacağım, nə yazıblar sən Allah. Mən maraqlıdır. Xoşuma gəlir, olar ver, alan. Bu görürsən Kənan sən, yəni sevənlər də var həqiqətən də. Yəni paylamağa hazırdılar bu dəqiqə. Raul adına da. Ay bekardılar. Qardaş, bax Allah haqqı edirəm, yəni Kənan həqiqi bomba videoları var. Yəni mən görmüşəm öz bu insan səsi var. Bilirsiniz nətər? Hamı da eyni səsdən intellekt zakaz eləyir. Siz olasınız yəni bunun üçün, yəni eləmək üçün. İndi sən Allah bir dənə baxın görüm hələ. İntellektlə düzələn səs yaxşıdır, yox Kənanın öz səsi. Alıp başqa məsələ görək. Biri var ki, səsini olmuyor, adam o yandırır. Yəni başqaları kimi düzəldənlər var ya zakaza. Ama biri də var səsin ola. Görək qaqış belə pısmaz, gələ s***san da yəni. Bilməm, Kənan da videodan sonra mən yazır, yekə olan sonra söz deyir. Qaqa mən sən yaxşı mənada deyirəm. Mən yenə deyirəm, baxın keçən səfər başqasını paylaşmışdım. İndi şair Aydınlı, gəlin belə baxaq, yəni səhifəsinə. Meyxana sifarişi 077 561 61 61 WhatsApp nömrəsi dostlar. O zarafat bomba nömrəm var öz aramızda 561 61 61 sən o. Əgər normalsızsa öz səsi ilə, yəni Kənan öz səsi ilə meyxana zakaz eləyə bilərsiniz. Yox əgər siz yəni bir sözlə konçinlisinizsə, onda heç bir şey intellektdən zakaz eləyin. Bu arada deyək ki, oğlan sənə bizə də bir dənə mahnını zatdan qoş belə paylaşaq gələn videoda. Nə bilim valla. Ya həqiqi ciddiyəm özümə. Bir dənə nəsə paylaş özümə. Normal bir şey paylaşır sən Allah. Səni söyüb eləmirəm yəni. Söysəm eləsin başqa. Sən belə ki, niyə söyüm? Açığı dostlar belə deyim, çox adam bilir ki, Kənanla əlaqəm var yəni. Telegramda danışırıq, söhbət edirik falan. Gecə 12-dən sonra zərf deyirəm. В общем, buradan Kənana salam olsun. Qardaşı da bu arada, qardaşın da gül kimi səsi və belə oturub intellektə. Yekə oğlansılar. Bir dənə qəşəng bir dənə mahnı partladı. Normal nə belə. Bizə nətər belə qardaşımıza layiqdir, başa düşdün? Ya da nə bilim söz soxa da bilərsən, maraqlılar da, bildin nətər. Nə bilsən bəlkə sən video paylaşdın, bilin, mən də şey elədim. Bir dənə meyxana mənə düzəltdim. Özümə dostlar, Kənandan meyxana gəlsən mənə yanında, bilməm meyxana adı nədir, qəzəldir nədir. Bir dənə də qəzəl mən paylaşsam, özümə mən meyxana zat deyə bilməm. Bir dənə ancaq bunu bilirəm. Qulaq asın, nə cəmaət, söhbət öldü. Namiq Qaraçıqlı Production. Ala bu nədir? Ala mən deyirəm. Ala bunlardan tapsan da coşqun poxlardı özüm öyle. Ala ayıbdır, ala silin ala bu. Sən o vaxtlar belə çalışıb şəkil çəkdirmişəm. Həqiqət çatmır ala. İnsan niyə belə şəkil çəkər? Ay bilə, utandım ala. Bəlkə burasını paylaşım videonu. Ala ayıbdır qardaş. Allah haqqı ayıbdır. Bu nədir belə? Dolayanda qoyublar bilin. Ki sən kommentlər, bilə kommentlər açmaq istəmirəm sənə. Yaxşı. Ala bu şəkillər hardan tapmışsınız? Naricat nədir şirəyə? Oy bilə, ala. Həqiqi bu nasıl sumkadır sən Allah? Bu nədir belə? Bunu kim almışam? Mən çatdım. Müəlliməyə zədə 100% almışam. Vallahi dostlar, sevgili mevcudi temalar olmayıb yəni. Yəni sizcə bunu kim sevər? Bir daha bunun sifətinə baxırsa. Şey ya, promo bizən smertdir. Allaha. Mən məsələn bu yaşda olsaydım yəni, mən bu qaqaşı yaxın durmaram. Özümü geyinib qara başqanı, bir qara kurtkanı yaydı deyəsən. Şu bayla belə çöldə belə buna da makasin, ala mən makasin nə vaxt geyinmişəm ala. Ala bayaqdan cəmaatı pis deyir. Ala videonu bəlkə burasını paylaşım. Sana bilən yüz kommentlər. Belə buna kitay hərflər nəsə ya. Oy belə, cəmaat əhlə salim ha. Şəkil. Zevsin əski qoyan vaxtlar. Ayıbdır Allah. Abi bu nədir be? Sana bir dənə bu səhifəyə girim görüm, paylaşıb bana gözlə. Tırıkını yetdi. Sən. Yenə var nəsə şey, yoxsa? Yoxdur. Şükür olsun ki, yoxdur. Bu arada gələn video bəlkə bizimlə paylaşdım. Bu intellektlə mənə düzələn videolara, sonra nə bilim şəkillər, yəni sırf mənə düzələn videolara baxacağam.
Bəlkə elə bir şey çəkdim. Yəni kommentlərdə istəyirsə yazın. Ayda ətim tökdür ha. Gör bizim millət nə gündədir. Hamı müğənni olur. Sevərəz də heç demək. Oyda bu nə də lan? Ola növ fanatdır. Üzüllü Sevər xanım. Mən bilmirdim siz bu qədər tanınmışsınız. Qələt elədim. Sevəri yəni görürlər heç olmasa oradakı fanatlar. Hə, görsənir yəqin ki. Hamı aşağı baxır. Buna baxın bir də hamı aşağı baxır. Lağ eləmirəm əlbəttə ki bizim boyumuz uzundur ki. Maşallah. Nə deyim yəni? Nə deyim? Uğurlar arzulayıram sənə Sevər. Yeganə konsertdəki yerə baxır. Zor yaz. Bizim millətə də çatmır vallah. Özüm ölüm ha, deymi? Mən elə bilirəm ki, ancaq mən belə fikirləşim. Sən də mən belə fikirləşəndə həqiqətən də var. Gecələr uzun, Sevər qısa. Nəysə dostlar, bu günü bu qədər. Yəni açığı belə deyim də, mən niyə uzun video çəkim ki, əgər siz mən dediyimi eləmirsinizsə. Yəni açığı deyim, mənim kikimdə bu dəqiqə 8300 abunə var. Yəni 10.000 abunə olmamış, yəni video paylaşaq istəyirəm yenə. Amma əgər 10.000 abunəni keçsəm, belə deyimsə, artıq uzun videolar gələcək kanalda. Məsələn, 24 dəqiqəlik, 30 dəqiqəlik, yəni yarım saatlıq videolar gələcək. Sizdən xahişim odur ki, əgər kim bu videonu bura qədər izlədisə, keçsin kikimə. Kikdə adım Zevsdir, yəni Qalaçkamda var, yəni akkauntum təsdiqlənib bir sözlə. Keçib yəni izləyə bilərsiniz. Bu arada orada daha maraqlı videolar olur. Çünki orada oyun oynayırıq, sonra nə bilim, kommentlər yazırsınız, oxuyuram bütün kommentləri, cavab verirəm. Yəni ən yaxşısı dostlar kikə keçin. Çünki YouTube belə deyim sizə. Yəni YouTube belədir ki, yəni video paylaşım sadəcə siz baxırsınız, başqa deyişlə. Amma canlıyam da. Bax dünənləri məsələn canlıyam eləmişəm. Hər gün pul paylayıram. Təxmini dünənləri hardasa 800 manat pul paylamışdım. Ümumi izləyicilərimin hamısına. Hamı yəni qazanmışdı pul. Sizdən heç bir şey getmir. Sadəcə olaraq kik yüklürsünüz telefonunuza və Zevsə abunə olursunuz. Bu qədər sadə. Ən bomba platforma kikdir. Hamınızı gözləyirəm və 10.000 abunə keçən kimi yeni videolar kanalımızda. Özü uzun videolar. Öpürəm.